İndi sizə Şəkidə oxuduğum məktəbi göstərəcəm. 11 nömrəli məktəbdə oxumuşam. Bu da mənim məktəbim. O qədər böyük məktəb idi. Sökçülər daha müasir tikdilər. Mən əvvəlki məktəbim üçün çox darıxmışam. Burada böyük divarlar var idi. Hansı ki, mən bəlkə də onda balacaydım deyə mənə böyük görsənirdi. Amma indi daha müasir məktəb tikiblər onun əvəzində. Bu da mənim hər gün dərsə gəlib getdiyim o səfalı, gözəl yol. Buradan düz evimizə kimi gedəcəm indi. Qarda, qışda, sinif yoldaşlarımızdan zarafatlaşa deyib gülə-gülə. Bura Şəkinin o məşhur 3 güyümlər deyilən yeri və buradan biraz da yuxarıda bizim evimizdir. Bura qışlaq məscididir. İndi işləmir deyəsən. Və qışlaq məscidindən də sonra bu da bizim evimiz. Burada xına yaxta mağazinimiz var. Və bu da doğulduğum, böyüdüyüm evimiz, həyətimiz. Mamanın gülləri.